Deməli bu qızımızın 13 yumurtasından 3 tane cüyəs çıxıbdı. İndi inkubatordan cüyə almışam. Onları vereceğim altına. Öz qaydamla. Yani indi aldığım cüyədir. 30 tane cüyə aldım. Yəni xüsusi bir qaydası var ki, cüyələri götürürsən belə. Bismillahirrahmanirrahim deyib qoyursan kürdün qabağına, çiçeğin altına. Kürt indi dəli olub qaçacaq ki, bu qədər cüyə hardan oldu? Ya da görək də. İndi bu dəqiqə kürtümüz şoka düşübdü. Mən nə qardım, mən bu qədər balam yox idi axı. Öz altına yığmağa çalışır cücələri. Cücələrin inkubatordan çıxdı, acdılar, hırranırlar. Maşallah, xeyir olsun. Cüyəni, təzə çıxan cüyəni gördünüz altında.